3 yıldız diye 2-0 ya. Hepsinden Gecə. Gördün korteji, notary kortejini kollektivə də, Yagər müəllimə də çox sağlığımızı və təşəkkürümüzü bildiririk. Niyə bilmirik amma eləyirik. Ki Braziliya qozası da 86 manatlı kilosu. Ne soruşdunuz? Ay yox, ağlımda bir sual var, sonra yadımdan çıxırsınız. Yaxşı gedirik. Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Kanalımızın bugünkü qonağı Elturan Əliyevdir. Qeyd edim ki, Elturan tədris müəssisəmizin ilk il qəbul olan abituriyentlərindəndir, həm də yüksək balla. Qoy Elturan özünü təqdim etsin ətraflı şəkildə. Sonra isə fikirlərinizi, fokuslarınızı ekran başında saxlayın. Ətraflı sizə lazım olan söhbətlər edəcəyik. Buyur Elturan. Məni hər kəs salamlayıram, dəvətiniz üçün də təşəkkür edirəm. Anar müəllim də qeyd etdiyi kimi ilk abituriyentlərindən biri olmuşam. 640 balla Bakı Mühəndislik Universiteti və Koreyanın İnha Universiteti arasındakı ikili diplom proqramına qəbul olmuşam. Hal-hazırda iki universiteti bir arada oxuyuram. Bu arada vurğulayım, əslində Elturanın çox yaxın zamanda Erasmus proqramı ilə İtaliyanın Siciliya şəhərində bir kampusu var. Sağ olsun ki, bugün o vaxt ayırıb bizim üçün. Şərəfdir bizə bizim üçün vaxt ayırmağı, həmçinin sizin üçün vaxt ayırmağı bizi çox sevindirir. Həmçinin avqustda sən artıq Koreyaya gedəcəksən və istəsəz internetdə, Google'da Elturan Əliyev yazsaz, bir çox digər Elturan haqqında məlumatlardan xəbərdar ola bilərsiniz. Elturan cəmsi bir il. Bir il deyəndə, yəni sentyabrdan ilin sonuna kimi hazırlaşıb, ən qarışıq dövrlərdə idi. Məsələ burasındadır ki, niyə Elturan bizim bugün qonağımızdır? Bu məsələyə toxunaq. Elturan birinci blokda 70 üzəri, amma 80-dən az nəticə göstərmişdi. Amma blok ikinci cəhd imtahanında isə 20 neçə günə, 23 ya 25 günə tədrislə 100% nəticə göstərmişdi. Və bugün ona görə dəvət etmişik ki, bu təcrübəsini bölüşsün, həm bizlə, həm sizlə. Necə oldu ki, bunu alındı, bu bacarıldı və bugün bu sizə xeyirli olsun. Bugün Elturan, mən istəyərdim ki, bu fərqi atmağında ən vacib 3 və uzağı 5 nüansı ifadə edərsən, çünki bizim əziz izləyicilərimizə bu önəmli faktdır. Əvvəlcə imtahanı olan tələbələr hamısına abituriyentlərə Nə problemdir? Əvvəlcə imtahanı olan abituriyentlərin hər birinə uğurlar arzulayıram. Bir şey də qeyd edeyim ki, mən sizin yanınıza hazırlığa gələndə hətta siz demişdiniz ki, nəyə görə bu qədər gecikmisən? Bir ildən də qısa bir müddətdə. Bəli, bir ildən də böyük. Qısa bir müddətdə siz təşəkkür edirəm ki, belə hazırladınız məni. Birinci blokda dediyiniz kimi nəticəm aşağı idi. Birinci blokda mənim ən böyük problemim diqqət səhvləri idi. Diqqət səhvlərinə Anar müəllim dərslərdə dəfələrlə bizə tapşırdı ki, diqqətsizlik etməyin, amma təbii ki, imtahandakı stres və s. buna təsir eləyir. İkinci imtahana hazırlaşdığım dövrdə həm tək informatikanın deyil, digər fənlərdən də ən çox o diqqət səhvlərimə üstünlük verməyə çalışdım birinci növbədə. Bu da necə oldu? Vaxtı düzgün tənzimləyəndə artıq adam diqqətsizlikləri də etmir. Çünki diqqətsizlərin çoxsu ən asan şeylərdə olur. Çünki adam orada səhv edəcəyini heç düşünmədən yazır və orada da səhv eləyir. İkincisi də ki, tələsdiyi üçün olur. Buna görə də vaxtı nizamlamağı öyrəndim əvvəlcə. İkincisi isə nəzəriyyə idi. Birinci imtahana hazırlaşanda, blok imtahanına nəzəriyyə lap o qədər üstünlük vermirdim. Çünki proqramlaşdırma və məntiqi hissələr mənim üçün daha maraqlı gəlirdi. Amma ikinci imtahana hazırlaşanda sizin verdiyiniz çoxlu test var idi, həm kursda, həm də ki evdə. Onların hər birini, heç birini keçmədən hamısını bir-bir işləyirdim. Bu formada nəzəriyyəmi də inkişaf etdirirdim. Həm dərsdə işləyirdik, oradan suallar çıxırdı, həm evdə işləyirdik, suallar çıxırdı. Bunlar sayəsində heç kitabı demək olar ki, oxumadan oxumuş qədər olurdu. Yəni sizin dövrdə kitab oxumaq, Yox, oxumamaq qaydası var idi. Yoldaş iki cümlə istifadə elədi. Dedi, evdə də işləyirdik, dərsdə də işləyirdik. Həmin testlər sonradan artırılmasıyla Əri Test Bankının içinin məcmusu oldu, bunu deyim. Amma Elturan bir cümləni orada vurğuladı. Dedi, heç birindən keçmədən mən bu ifadədən xoşum gəldi. Çünki buraxılan şey sonra qarşına çıxır. Daha hansı nüans, digər fənlərdən də qaldıra bilmişdinmi balını, yoxsa o?
Bəli, riyaziyyatdan da qaldırmışdım, fizikadan da qaldırmışdım. Qaldırmışdı. Ha. Burada təbii ki, digər müəllimlərimin də köməkləri oldu. Ondan əlavə sizin bir həmişə bizə göstərdiyiniz əlavə də bir əziyyətiniz orada olurdu ki, həmişə bizim digər fənlərimizlə də maraqlanırdınız. Orada həmişə abituriyentlərin bəzilərinin fizikadan və riyaziyyatdan da sualları olurdu. Onlara da hətta cavablandırdınız. Çünki deyirdiniz ki, informatika 100 bal verir, digərləri 150 bal verir, onlara da üstünlük verin. Yadıma düşdü. Hə, yadıma düşdü. Bəzi riyazi, fiziki sıxıntıları, ümumi sıxıntıları informatika dərsi bitəndən sonra müzakirə edirdik. Bəs bu dedin ki, diqqət, əsas məsələ diqqət məsələsidir. Hansı məsləhətləri verərdin ki, abituriyentlər birbaşa olaraq o əməl ardıcıllığını, belə deyək, alqoritmini, həmin prosesin alqoritmini sən ifadə edərdin. Yoldaşlar da həmin belə deyək, addım ardıcıllığından bu qarşıdakı bir müddət, necə ki, sənin o qədər vaxtın vardı. İndi bu yoldaşların da təqribi aşağı-yuxarı o qədər vaxtı var indi. O nüanslara, o cür ardıcıllıqla diqqət yetirib o problemləri aradan qaldırsınlar. Necə, nə cür, hansı vasitə ilə? Əvvəlcə insana biraz sadə kimi, hətta bəzən özünü çox yaxşı bildiyini düşünən tələbələr üçün hətta alçaldıcı kimi gələ bilər, amma sualı oxuyarkən altını xətt çəkmək və qeyd eləmək çox vacibdir. Bunu mən də əvvəl eləmirdim. Deyirdim ki, yox da nəyimə lazımdır, mənim məntiqim çatmır, bunu bir dəfəyə oxuyamayım. Siz dəfələrlə mənə dediniz və riyaziyyat müəlliməm deyirdi ki, bəli, mütləq Buradan da sənin riyaziyyat müəllimi sözü kəsin. Yaqut müəllimi. Yaqut müəllim, soyadı Musayev Yaqut müəllimə salamlar. Dəfələrlə deyirdiniz ki, altını xətləyin, qeyd eləyin, hətta yanınızda bir yerə də işarə eləyin. Ola bilər bu sizə elə gələ bilər ki, vaxtınızdan biraz xərcləyir, amma ki, əslində sizi çox qabağa atır. Bu birincisi. Yəni simptotik təhlildə bir sözlə. Bəli. Yəni bunu ənənəvi dediyimiz sözə deyək, nə verilib, nə istəyir, təyin etməmiş, heç bir sualın həlli prosesinə keçmək lazım deyil. Hələ bu xoşum gəldi və bir dənə də bir şey deyim, soruşum bu məsələni. İnformatika biraz vaxt cəhətdən sən təkli ayrı vermişdin o vaxt, yoxsa ikisində də ayrı vermişdin? Bir saat ərzində deməli informatika çatdırmışsın, düzdürmü? Çatdırmışdın. Əslində 1 saat deyildi. 30-35 dəqiqəyə yazıb qurtarmışdım. Ondan sonra bir daha yoxlamışdım. 2-3 dəfə yoxlamışdım. Ondan sonra çıxmışdım. Hətta çıxanda 10 dəqiqəm də artıq qalmışdı. Deməli, çatdırmaq olur. Bəli. Birinci ilin ikinci cəhdindən düşünürəm ki, bu ilki güc etibarı aşağı-yuxarı eynidir. Yəni, yetəri qədər. Belə deyək, vaxtı orada nizamlamaq üçün hansı məsləhətlər verərsən? İmtahan prosesində. Çünki yoldaşlar olur, deyilməli, mən bunun hamısını bilirdim, necəsə oldu, vaxt çatdıra bilmədim. Çünki sınavlarda, quizlərdə tam həmişə vuran yoldaşlar olur. 2 səhv, 3 səhv ediblər, hətta 5 səhv, yəni bağışlanılmayacaq formada 5 səhv edən yoldaşlar belə var. Yəni bu problem aktualdır, ona görə səndən soruşuruq, necə etmək olar? Əvvəlcə o vaxtlarda sizin həmişə aşıladığınız kimi həlli tələb olunan suallara birinci baxırdı. Ən tez, ən birinci vərəq əlimizə gələn ki, mən çevirdim ən arxanı, o suallara baxırdım. Əgər o sualları proqramlaşdırmanı və blok sxemi ilk baxışdan anında həlli ağlıma gəlirsə və eləyə bilirəmsə, onu eləyirdim. Amma elə eləyirdim ki, sonra bura bir də qayıdacağam, çünki tez eləmişəm də. Əgər eləyəmirəmsə, təzədən qayıdırdım ən başa. Birinci rahat olan suallara baxıram. Sonra əgər bir sualda çətinlik çəkdimsə, o sualda çox vaxt itirmədən başqa bir suala keçirirəm. Çünki sualların hamısının balı belə baxanda eynidir də. Birində çox vaxt itirmək mənasızdır. Ondan sonra məntiq sual var. Çətin təhlili. Bəli. Siz həmişə cədvəl çəkdirirdiniz bizə. O da çox kömək olurdu. Cədvəllə işləyən mən başqa abituriyent tanımırdım. Bizim hazırlığa gələndə siz öyrədirdiniz bizə. O cədvəl yenə vaxt tikisi kimi görünürdü, amma əslində çox qabağa atırdı bizi. Cədvəllə çəkəndən sonra, cədvələ biraz vaxt ayırıb çəkəndən sonra, əgər necəsə bir şəkildə həllini görə bilmədimsə, cədvəldə çıxmadımsa, nəyisə yanlış edimsə, onu belə bir qırağa qoyub, digər sualları həll edib, sonra ora qayıtmaq daha üstünlük verir. Bir də əsas ən önəmli, bayaq dedim, heç bir sualı keçmədən işləmək. Nəyə görə? Çünki Söhbət test bankda, yəni bizim verdiyimiz testlər, həm test bankdakı, həm də ki, bütün testləri işləmək nəyə görə vacibdir? Çünki maksimum dərəcədə
fərqli sual görmək insanı çox qabağa atır. Artıq imtahanda buna bənzər, hətta bəlkə eyni tipdən sualla qarşılaşanda adam həlli yolunu fikirləşmədən, düşünmədən əli birbaşa yazmağa başlayır. Bu da bizi vaxt üzrə çox qabağa atır. Fərqli sual olanda artıq bildiklərimizi birləşdirib ona bir məntiqi yol tapana qədər biraz vaxt keçmiş olur. Hələ yeterlidir. Düşünürəm ki, videomuzu çox uzun tutmayaq ki, video sonlandırmamışdan qabaq istərdim ki, qarşıda təqribi olaraq bir ay sonra imtahanı olacaq yoldaşlar üçün son nə fikrin, ifadən varsa, məsləhətin varsa, buyur, fikrini ifadə elə, onlara xeyirli olacaq şəkildə düşünürəm ki, sən indiki abituriyentlərin əksəriyyəti üçün, belə hamısı üçün nümunə ola biləcək bir yoldaşsan. Çox sağ olun gözəl sözləriniz üçün, təşəkkür edirəm. Abituriyentlərə əsas demək istədiyim birincisi, imtahan hər şey deyil. Siz də bizə bunu dəfələrcə deyirdiniz. Ona görə çox böyük stresə girməyə, çox böyük həyəcanlanmaq insanı geriyə atır. Tək imtahan deyil, həyatın hər bir yerində insanın öz emosiyalarını idarə edə bilməməsi insanı geriyə atır. Buna görə də bütün məqsədiniz heç vaxt universitetə girmək olmasın. Yenə sizin də qeyd etdiyiniz kimi əvvəllər bizim dərslərimizdə universitet sizin həyatınızda bir pillədir. Çox şeyi rahatlaşdıra biləcək böyük bir pillədir, amma hər şey deyil. Ona görə məqsədiniz həmişə yüksəkdə olsun, uğurlarınız üçün çalışın və bu universitet imtahanı da bir addım olsun ki, o addımı atarkən çox böyük həyəcanlar keçirməyəsiniz, ağlınız başınızda bir şəkildə imtahanınızı verəsiniz. Bir daha hər kəsə uğurlar diləyirəm. Bütün fənlərdən maksimum dərəcədə çalışın. Son 20-25 günlük çətinlikdir. Bundan sonra universitet həyatınızda seçdiyiniz yola görə yolunuz daha da asanlaşa, çətinləşə bilər. Amma bu 25 günü hər şeyi qırağa atıb imtahana fikrinizi cəmləşdirib uğurla imtahanı başa vurmanızı arzu edirəm. Çox sağ ol Elturan, təşəkkür edirəm gəldiyinə görə bir daha. Var olasınız. Sənə də və izləyicilərimizə də buradan bizim həmçinin kollektivinə də, Yağcər müəllimə də çox sağ olumuzu və təşəkkürümüzü bildiririk. Niyə bilmirik, amma eləyirik. Var olasınız. İnşallah növbəti videolarda görüşənədək izləmədə qalın, aktiv olun. Sağ olun.